Sağlam qidalanma dedikdə nə başa düşülür? İlk olaraq GDO-lu məhsullardan uzaq durmaq. GDO-lu məhsullar nə deməkdir? Genetiki dəyişmiş orqanizmalar, yəni ki, genetiklə müdaxilə olunmuş məhsullar. Bəs bu məhsullardan necə qurtarmaq olar? Və bu da mütəmadi olaraq eşitdiyim suallardandır və öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bunlardan ən yaxşı qurtarmağın yolu mənim təcrübəmdir. Böyük marketlərdən kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəzlər almıram, toyuq məhsulları almıram, un məmulatları almıram, süd məhsulları almıram. Bu cür məhsulların hamısında GDO-lu olma ehtimalı çox yüksəkdir. Bəs hardan almaq olar? İlk olaraq kiçik marketlərdən və ara dediyimiz marketlərdən və yaxud da meyvə-tərəvəz satılan yerlərdən də GDO-lu məhsulların olma ehtimalı yüksəkdir. Bunun ən yaxşısı uzun müddətli qalan meyvələrdən uzaq durmaq və eyni zamanda gözə yaxşı gələn və parıltılı meyvələrdən uzaq durmaqda fayda vardır. Sağlam yaşamaq insanın öz əlindədir.